Herkese salam, kanalıma hoş geldiniz. Saçımı yumuştum. Öz halında qurumağa bırakmışam, ona göre biraz belədir. Səhərdən evlə uğraşıram. Dərin bir təmizliyə girdim, amma evdə yox, sadəcə hamam. Kuxunada bəzi şeylər gördüm. Mənim həqiqətən nə isə eləməyim çox dərindən olur, çox detaylı olur. İndi isə oturdum işin başına, çünki nə qədər vaxtı uzatdığım sifarişim var. Çatmalıdır, sadəcə material yox idi səbətləri örməyə. Dünən onları ördüm. Və o sifarişimin, yəni çox böyük bir sifariş, çox böyük sifarişdir. Çox deyil, amma yəni ki, normalda bir müştəri bir dəst alır ən çox, amma bu 3 ayrı dəst alıb və ekstra səbətlər, adyal falan filan neysə, onun çıngıraqlarını falan örmüşəm, buraya qoymuşam. Bunu da özümə örmüşdüm, çoxdandır dururdu, heç istifadə eləmirdim, bir yerdəydi. Bunları örmüşəm, baxın, bütün parçaları buradadır. Bu çıngıraqları tez dikməliyəm. Və indi sizə göstərim. Oyuncaqlar hazırdır. Hardasa sadəcə adlarını yazmalıyam. Sonra dovşanın birinin üstünü belə full ürəklər eləməliyəm. Onu eləyəcəm. Ondan sonra isə adyalın etiketini dikmək, səbətlərin etiketini yapışdırmaq falan. Yəni son hazırlıqlar. Və bugün bu sifarişi həqiqətən artıq göndərmək istəyirəm. Çox uzandı, çox gecikdi. Hal-hazırda iş yerim çox dağılıbdır. Burada otururam. Bu tərəfə gəlmişəm. Çünki o tərəf göstərdim sizə. Çox dağınıqdır. Burada da yastığım var. Çünki bel ağrısı var məndə. Həyatımın hər nöqtəsində belim ağrıyır. Ona görə bura qoyuram ki, bəzən belimə qoyuram. Gərəksiz bir qidə verdiyimə görə. İndi sizə göstərə bilərəm. Nə vəziyyətdədir. Bu arada sizə bu vəziyyətin də niyə olduğunu deyəcəm. Baxın, hal-hazırda hər şey hər yerdədir. Bu paketləmələr, bu iplərin nə işi var burada? Bu paketlərim mənim buradaydı və burada gördüyünüz kimi bir televizor aldıq. Baxın, gördüyünüz kimi bunlar buradadır. Burada da yetmirmiş kimi mən getdim, pomidor aldırdım ki, mən konserva eləyəcəm. Çox həvəsləndim həqiqətən, amma indi banka tapa bilmirəm. Banka tapsam bunları konserva eləmək istəyirəm. Gördüyünüz kimi bir Temu paketim var, Temu sifarişi. Bunu isə hələ açmıram, başqa bir video çəkmək istəyirəm. Bəlkə də çəkməyəcəm, bilmirəm. Çünki işimlə bağlı material deyil, bu tamamilə özümüzə olan əşyalardır, paltarlardır. İndi televizor niyə aldığımızı deyim. Mən əslində televizora qarşı bir insandım. Yəni evimdə televizor olsun heç istəmirdim. Yoldaşım istəyirdi, mən istəmirdim. Mən televizor əvəzinə kitabxana olsun istəmişəm həmişə evimdə. Oğlum 4 yaş 4 aylıqdır. Mən 2 yaşından sonra oğluma qətiyyən çizgi film açmadım. Sadəcə çox çətin anlarda açırdım. Deyək ki, bir mola getdik, bir paltar mağazinə getdik. Biz paltara baxarkən oğluma biraz açardım çizgi film və mağazindən tez çıxan kimi telefonu əlindən alırdım. Yəni belə bir rutinimiz vardı və bizim evdə heç vaxt çizgi film baxmaq falan ehtimalı yox idi. Sonra bu yay tətilində mən oğluma ara-ara çizgi film açdım ki, həqiqətən full tətil eləyə bilim. Yoxsa mümkün deyil. Oğlan uşağı çox aktiv və çox yorucu olardı. Ara sıra yəni belə çizgi film açdıq və tətildən sonra da bu davam elədi. Yəni ki, artıq uşaq deyil, başını qata bilmirik və həmişə istəyirdi. Ondan sonra isə axşamları 1 saat və ya həftə sonları, indi bağçaya getdiyi üçün həftə sonları 1 saat falan baxar deyə verirdik. Sonra bu da məni çox narahat elədi. Bilmirəm, yəni ki, telefona qarşı bir insanam, amma təəssüf ki, həqiqətən indiki dövrdə mümkün deyil, yəni telefonsuz uşaq yetişdirmək. Mənim oğlum Spider-Man məsələn nə olduğunu bilmirdi. İlk dəfə bağçada dostunun ad günündə Spider-Man animatör gəlib, orada öyrəndi Spider-Man nə olduğunu. Ona görə yəni insan biraz da bilmir, telefonlu həyat mı doğrudur, yoxsa telefonsuz həyat mı doğrudur? Çünki istər-istəməz bizim içimizdə var. Mən izlətməsəm belə bağçada bütün dostlar evdə izləyir və bəzən başqa şeylərdən danışanda mənim oğlum başı qarışırdı ki, yəni bu nədir, o nədir? Batman və ya Hulk, belə şeyləri həqiqətən orada öyrənməyə başladı. Yəni ki, heç görmədi. Belə, yəni çox uzatmaq istəmirəm. Ona görə qərar verdim ki, ən ucuz amma YouTube-a bağlanan bir televizor alaq. Həftə sonları ən azından televizorda baxsın. Bəzi şeylər mən açım, mənim gözümün altında nəyə baxdığını, oradan nə gördüyünü görüm. Elə yəni ona görə getdik, ən ucuz bir televizor aldıq, hansı ki YouTube-a qoşur. Amma bir çox özəlliyi var, bilmirəm, tam hələ kəşf etməmişəm. Ara sırada mən də tək olanda belə açıram, YouTube-dan bir şeylər açıram və ya belə arxa fon, musiqili bir şey açıram falan. Belə, yəni ki, bu qısa izahımın uzun versiyası idi. İndi tez mən işimə başlamalıyım, çünki saat hardasa artıq 5-ə işlədi, 15 dəqiqə. Bunları artıq bugün bitirib göndərmək istəyirəm, artıq utanıram, yəni ki, hələ və sahibi yazmayıb, amma mən artıq həqiqətən utanıram.
Televizoru oraya koyduktan sonra mənim bu pakovkalarımı qoymağa heç yer olmadı. O zamanlar mən heç cürə yerləşə bilmirəm evə. Materialım artdıqca, işim böyüdükcə evə heç cürə yerləşə bilmirəm. Hələ ki idarə eləməyə çalışıram. Sadəcə çox çətin olur, çünki həqiqi çox materialım var, həqiqi çox qaça-qaç iş prosesindəyəm. Baxın, sifarişimin olanları bu dovşandır. Bu dovşanın yanının çıngıraq əmzik zinciri. Bu ayıdır. Bu ayının da yenə yanının çıngıraq əmzik zinciri və bu dovşan. Bunun isə sadəcə bədəninə qırmızı ürəklər eləyəcəm. Bu isə başqa bir müştərinin sifarişidir. Çox şirindir ya. Bunu da hazırdır, sadəcə göndərməliyəm. Müştərimin bir digər sifarişi də budur. Əslində həqiqətən biraz daha açıq bir rəng olmalıydı burası. Amma təəssüf ki, o rəngi həqiqətən tapdım əslində, amma çox keyfiyyətsiz çıxdı. Ona görə bu rəngdən ördüm. İnşallah problem olmaz. Hədiyyə olaraq da üstündə belə bir qulaq pamıqları üçün xırda səbəb ördüm. İnşallah ki, gecikməmi mazur görür. Və bu sifarişin digər bir şeyi budur. Bu adyalı da istəyib. Bu adyalı da hətta buraya qoyum. Bunu da üstünə sadəcə etiketini dikməliyəm. Bu da ki əlimdə olan hazır bəzi şeylərdir. Bunlar da yenə istəyən olanda təklif eləyəcəm. Belə. Bunu da ekstradan özümə ördüm. Bunun alt hissəsi taxta deyil, sadəcə örmə bir formadadır. Tez indi mən sadəcə bu xırda çıngıraqları dikmək işinə başlayacağım. Çox yoruldum həqiqətən bugün evi təmizləyərkən. Bir neçə yorumlar gəlir, yəni çox da elə yorumlar gəlmir, amma bir neçə gəlir. Bu videolarda gördüyünüz oyuncaqların sxemlərini istəyirlər, amma bunu həmişə cavab olaraq da yazıram ki, orada gördüyünüz bir çox oyuncağın sxemi başqasına aiddir. Yəni ki, mən pulu ilə satın almışam onları vaxtında. Sadəcə bəzi oyuncaqlarda, deyək ki, bəzisinin bədənini mən o sxemə uyğun örmüşəm, qulaqlarını dəyişmişəm və ya gözünün ölçüsünü dəyişmişəm. Üzündəki işləmələri dəyişmişəm. Yəni ki, model dizaynı mənə aid ola bilər, amma sxemin, ana sxem mənə aid deyil və bunu paylaşmağım həqiqətən düzgün deyil. Amma bəzi sxemlər var, pul ilə satılmır. Yəni hər kəsə açıqdır. Yəni ki, sxemi kim quraşdırıbsa, onu hər kəsə açıq bir şəkildə paylaşır. Onlar isə mən internetdə görürəm bəzilərini. Sizin üçün bəzi videolar çəkməyi düşünürəm. Sadəcə yeni ştativ sifariş eləmişəm. Sadəcə masamın üstünü çəkən, həm işığı var, həm kameranı tutmaq üçün. Mən o gələndən sonra və təbii ki, vaxtımda olsa, sizin üçün xırda sxem videoları çəkməyi düşünürəm. Əsaslar mini breloklar çox istəyirəm ki, paylaşım. Özüm satın aldığımda breloklar var, yəni sxemləri var. Onları da keçən il, yeni ildən satın almışdım, amma bu yeni ilə qismətdə artıq. Hər yeni il gələndə istəyirəm ki, bir çox şey eləyim. Həm də ki, yəni bu da yeni il çox şaşalı qutlandığı üçün istəyirəm ki, bir çox şey eləyim. Amma aktiv sifarişlərdən heç vaxt eləyə bilmirəm ki, mən başqa bir şeylər eləyim əlavə. İndi isə avqust ayının 30-u, sentyabr ayının 30-udur bugün. Yəni ki, sentyabr ayı da bitdi. Elə düşünün ki, oktyabr, noyabr, dekabr 3 ayımız var və bu 3 ay çox tez keçəcək və yeni il çox tez gələcək. Həmişə elə olur. Ona görə istəyirəm ki, indidən nəyisə başlayayım, nəsə eləməyə. Amma ondan əlavə tam payız sezonu ikənə motivli bir kardigan örmək istəyirəm. Çox istəyirəm həqiqətən örmək. Satış üçün bilmirəm, amma ən azından özümə bir dənə örmək istəyirəm. Örməyə həvəsim var daha doğrusu. Sadəcə vaxt yoxdur. Vaxt eləyə bilsəm örərəm. Carrefour'a geldim. Çok güzeldi bunlar. Neyse son zamanlar böyle sadece ince bir detayında gold seviyorum. Böyle bir şeyler. Bunlar da çok geçen gittim. Şunları istedim. Ama neyse bile sadece çok az bir detayında gold seviyorum ben. Çok da yani goldcu değilim. Bak bunlar çok mantıklı bir. Kazanın kapaklarını falan yığmak için çok güzel, aslında alsam diye düşündüm. Alayım bir tane.
Ben yavaş yavaş böyle çekmeye çalışıyorum ama sosyal ankastrem tutup. Burada ne var? Termometre. Bundan məndə var ama çok güçlü değil. Ama bence elementi çok zayıftır. Elementini değişmeliyim. Kaşıklar. Bu rengi de var. Bu da qəşəngdir. Ve bu. Beğendim. Ama böyle bir şey alacağım. 20 liraydı burada. 19.90. Chopstickler. Ama çöpten değil. Demirden de. Sebetlerde çok seviyorum. Çok güzel. Çok güzel. Ne işim var bunun? Anlamadım. Tuz qabıdır, nədir? Tuz qabıdır. Aşkımdır. Can tuz kahve yazırdı. Çok tatlı. Tam konservalar için belə bir şey lazımdı mənə. Çox şirin qapağıyla birlikdə, amma bahadır. 5.95. Bu da 1.95 kiları deyək. Amma qapaqsız, bu da bahadır. Ama çok həvəslənmişdim ya. Çok həvəslənmişdim. O konserveyi eləcəyik. Bu daha baha olar yəqin ki. Vaxtım yoxdur başqa yerə, bazara getməli. Vağzala getsəm 100% tutarım ama vağzala getməyə vaxtım yoxdur. Anlamadım. Şəkablar. Çok sevirəm şişələri. Əvvəl təvədə vaxtı çörək qabı. Yox, meyvə qabı yazılır. Meyvə sənəti yazılır. Əvvəl təvə vaxtı hər şeyin plastiklərini falan alırdım. İndi yox, yəni ki çalışdığım qədər hamısını şüşələrlə dəyişməyə çalışıram. Biraz da burayı gezək. Ivır zıvırlar olan yerler. Ah, bu da çok şirindi. Vay vay vay. Ha, bakın stəkan aplıqları. Aa, pilmen qabı. Ha, parmağımı pardon. Kameranın önüne koymuşam. Ama bu da çok şirindi. 60 tane var içinden. Alım. Böyle şeylere hiç karşı koyamıyorum. Çok şekerli. Muffin pişirsem. Muffinleri eləyərəm içine. Bu nedir? Bir şeylerin ağzını bağlamak için kilari. 4 tanesi kilari. Ay, saldım. Of, maşallah dediğimiz 2 saniye yaşanır. Alsam acaba? Bazı şeylerin ağzını bağlamağa lazım olabilir. Alayım bari. Son bir tane qaldı zaten. Bu da benim qismətim olsun. Böyle şeyler de var ama bunlar çok sevmiyorum ya. Saç şeyi kimi. Borcamlar. Bunlar fırın qablardı. Bilmirəm. Böyle şeylere biraz qorxuram. Belə. Həmişə kimi dediyimiz kimi qab-qacaqlardı. Stəkanlar, belə cəmlər var. Krevetlər. Qaralar çox güzel. Tamam. Can. Gəlirəm balam.
Hocam. İri tavuk. Ha. O hamster. Bunlar da salyangozlardı balas. Gördün mü? Bucu bucu bucu. Bucu bucu bucu. Korktular. Korkmayın. Çatır oldu. Yeni yapacaklar. Yeni evlerine gelirler. Deməli bunun eynisindən var idi məndə. Bugün öldü. Bir anda bir baxdım suyun içində ölüb və öz-özünə, yəni o tərəf bu tərəf gedir. Allah rəhmət eləsin. Çox üzüldüm. Həqiqətən çox pis oldum. Sadəcə buradakı akvaryumda tək balıq idi ki, mən ona ad qoymuşdum. Digər heç bir balığa ad qoymamışdım. Ona da Muzo adını qoymuşdum. Və yəni oğlum da sadəcə onu bilirdi. Bəxtimdən getdim, eynisini tapdım. Baxın, bu qara zolaqlı və yeni balıqlar gəlmişdi, göstərdim. Bu yaşılı istəyirdim, çünki bunun gözləri də yaşıldı. Və Temudan daha əvvəl sifariş elədiyim ştativ gəldi. Görək necə gəlib. Burası böyle düşürüb. Bilmirəm, niyə belədir. İnşallah içindən bir şey düşməmiş olar. İndi açıb baxalım. Növbəti gündən salam. Bunu göstərmək istəyirəm. Baxın. Bu indiyə qədər gördüyüm ən mükəmməl ştativdir. Bunun 3 qatı qədər qiymətdə verdiyim ştativ var idi, amma heç bir şey dəymirdi. Hətta ringli buradadır. Tez zamanda ayağı falan qırıldı. Heç istifadə edə bilmədim düzgün. Amma bunu baxın, daş kimi dəmirdir. Mən dəmir gözləmirdim. Çox möhkəmdir. Yəni hər detayı mükəmməl. Bayıldım. Dünən bunları tamamladım. Bu çınqırağı tamamladım. Bunu da tamamladım. Yəni ki bu bunundur. Və bu da dovşanındır. Bu dovşanın da ürəklərini baxın elədim. Sadəcə bu oyuncaqların adını yazmaq qaldı və bu ikisinin əmzik zincirdə olacaq və onların da bəzi detayları örülməlidir. Onları da örmək lazımdır. Ondan ayrı dedim ki, bunların etiketi qalıb. Yəni hardasa hazırdır. Sadəcə başqa bir sifarişim yenə var, gül buketi. Onu örməklə məşğulam. O da axşama getməlidir. Baxın, burada göstərim. Hissəsini örmüşəm. İndi bu ağdan bir dənə yeni örməliyəm. Sonra isə böyük ləçəkləri. Yəni 12 ədəd xırda ləçək olmalıdır, 12 ədəd böyük ləçək. Və bu mavidən 12 dənə kiçikləri ördüm. Ağ rəngdən də 12 dənə kiçikləri ördüm. İndi isə 12 dənə böyük ağdan, 12 dənə də böyük bu mavidən örməliyəm. Yəni ki, bir dənə gülümüz toplamda 6 ləçəkdən ibarətdir. 3 böyük, 3 kiçik. Və yarpaqları da olacaq. Hərəsinə bir dənə. Hələ ki ləçəkləri tamamlayım. Sonra tez yarpaqları da örüm. Ondan sonra isə onları birləşdirmək hissəsi qalır. Onu isə, baxın, belə bir məftil var. 2 mm-dir. Bu biraz qalındır. Bunun ətrafına yaşıl ipi dolayaraq bu, yəni gülün sapı olacaq. Sapı nə deyir? Yəni gülün çöpü olacaq, belə deyək. Hələ ki bütün xırda detalları öyrəndən sonra birləşdirmə işinə başlayacağım və onu da bəlkə sizinlə paylaşaram yeni ştativimdə. Və Qorgedən aldığım bir neçə şey var idi. Onu sizə göstərim. 2 gün əvvəl getmişdim. Amma burada paketdə unutmuşam. Yəni sırf göstərmək üçün saxlamadım. Sadəcə paketdə unutmuşam. Dedim ki, elə bunu da sizə göstərim. Burada da mən ev halındayım. Əvvəlki videolarda göstərmişdim. Baxın, mini salfetkalar çox şirindir.
Əvvəl bu rəngini almışdım və bu rəngini də səhv eləmirəmsə almışdım. 2 ayrı rəng almışdım. İndi isə bu rəngini aldım. Çox şirindir. Yəni uşaqlar üçün ideal bir şeydir. Çantalarına, ciblərinə qoymaq üçün. Baxın. Bu dovşanlısını da yeni gördüm. Və Gorgia'da bunlar həqiqətən çox ucuzdur. Belə bir paçkası 2.90 belə bir şeydir. Trendyolda falan da var, amma bu dərəcə ucuz deyil yəni. Qoxusu gəlirmi? Çox sadə qoxusu var. Sonra Gorgia'da həmişə belə bir bişirmə kağızları olur. Bunlar çox sevirəm çünki hazır kəsilidir. 16 ədəd var içində. Amma eyni bunun kəsilməmiş variantı da var. Özünüz kəsə bilirsiniz. Bu da yenə səhv eləmirəmsə 3 ilə 4 lari arası, yəni 3-4 arası bir şeydir. Tam yadımda deyil. Əslində burada şey var. Bunun da qiyməti 3.90. 3.90-dır və çox gözəldir. Yəni həmişə bundan istifadə edirəm. Gedəndə Gorgia'ya həmişə onu stoklayıram. Heç yapışdırmır. Çox gözəldir. Belə bir mini bıçaq aldım. Bəzi şeyləri kəsmək üçün. Bu da 40 qəpik. Bir ruçka aldım. Burasında pingvin var. Bir də narıncı rəng. Güya enerjisel olaraq çox şeydir. Bərəkət gətirir. Steplerim üçün belə bir güllə. Stepler gülləsi. Yəni tərcümə olunanda belə bir şey gəlir. Yəni Gürcücədən elə tərcümə olunur. Yəni bunlardan. Həmişə belə böyük ölçüsünü tapa bilmirəm. Görmüşkən bir paket aldım ki, sonra hamısı bitməsin əlimdə. Və yenə mən dəftər, qələm dəlisi olan bir insanım. Hətta mənim bir ara belə qələmlər kolleksiyam var idi. Sonra bir ara baxdım ki, bir çoxu quruyub yazmır. Hətta yenə də durur o qələm kolleksiyamla bəziləri. Yəqin ki, yenə də yazmır. Bilmirəm, yəni bu tərz şeyləri çox sevirəm, amma son zamanlar örgü ördüyüm üçün o işlərlə çox məşğul ola bilmirəm. Yəni dəftər, qələm işləri ilə, rəsm etmək olsun falan çox məşğul ola bilmirəm. Başqa rənglər də var idi, sarı rəng falan, amma daha çox belə rənglər almaq istədim. Bunun bir dənəsi 35 qəpik idi. Yəni çox gözəldir. Mən yazmağı çox sevirəm və ya bəzi şeylər yazanda, yəni ən sadəsindən deyək, oyuncaqların sxemini yazıram. Onda belə bəzi yerlərini, başlıqlarını falan başqa rənglə yazmağı çox sevirəm. Və yenə orqanayzer dəlisi olan bir insanam. Belə bir orqanayzer aldım. Bunu düşündüm ki, bəzi makyajlarımı buna qoya bilərəm. Bu da 6.90-dan 3.90-a enmişdi. Ağ rəng sevirəm. Bu hissəsini çıxardacağam və qəşəng yuyacağam. Çox dozludur. Mini alışverişim bu idi. Bunları bir kənara qoyum, sonra yerləşdirəcəm. Çünki 2 gündür almışam, amma yerləşdirməyə vaxtım olmadığı üçün hələ də orada qalıb. Yəni istə, çünki baxın, yerləşdirmək deyil əslində. Mən bunu yerləşdirməyim üçün mən hər şeyi tökməliyəm. Yenidən paretkaya salmalıyam falan. Yəni dərindən girirəm. Ona görə o proses uzanacağı üçün mən elə də bunu kənarda qoyuram ki, mənim həqiqətən rahat vaxtım olanda rahat-rahat hər şeyi yerinə eləyim. Yenə ortalıq qarışdı. Dedim göstərim sizə. Böyük ləçəklərində ağ rənglərini ördüm və bu mavilərdən də 7-sini örmüşəm, 5-i qalıb. İndi tez akvariumu təmizləmək istəyirəm. Təmizlənəsidir və indi tez təmizləyib aradan çıxarmaq istəyirəm. Çox gecikdirmək istəmirəm, balıqlarım yazıq olmasın. İndi tez onu təmizləyək, ondan sonra yenə davam eləyəcəm. Nəhayət təmizlədim, tərtəmiz oldu. Qoydum bütün bitkiləri. Su biraz bulanlıq kimi görsənir, yeni tökmüşəm deyə birazdan özünə gələr. Və hər təmizləyəndən sonra belə bir şey tökürük.
değiştim. Biraz da üşüdüm. Biraz keyfim yoktu. Ama bunu paylaşmak istediğimden emin değilim sebebine. Neyse, yarpaqları ördüm bakın. Burada büyük yarpaqlarda, burada da küçük yarpaqlarda. Toplamda 12 adet büyük yarpaq, 12 adet küçük yarpaq ve her iki ayrı renkten, yani 12 24 48, tam 48 adet yarpaq var. İndi isə yarpaq yox, ləçək daha doğrusu. İndi isə yaşıl renk ip tapmalıyam, amma sanki elə bir yaşılım yoxdur deyə görürəm. Və indi görürəm, yəni heç baxmamışam. Yəni təsəvvürün son zamanlar o qədər belə qaça-qaça yaşayıram ki, nəyim var, hansı materialım var, heç onları belə kontrol edə bilmirəm. Nəysə, düzələcək. Çox az qaldı bitirməyimə, 2 gül qaldı. Bunların da hamısının bu hissələrini eləmək qaldı. Baxın belə olur. Sonra da bunları bir buket eləyəcəm. Hələlik dedim hamısının baş hissəsini eləyim. Sonra yarpaq hissəsini, gövdə hissəsini eləyim. Sonra isə inşallah bitirmiş olacağım və tez paketləyəcəm. Buket halında, yəni buket paket eləyəcəm. Və inşallah bitəcək. Ondan sonra göndərəcəm. Çünki biraz gecikdi. Deməli, sifarişi göndərdim indi. Çox yoruldum, çox tükəndim. Biraz gecikdirdim dediyim vaxtdan. Hardasa 1 saat gec təslim edirəm. Amma olsun, sorun deyil və yenə elə qaça-qaça göndərdim ki, videoda göstərməyə fırsatım olmadı. Sadəcə şəklini çəkmişəm. Dincəlmək istəyirəm. Sadəcə başımı belə qoyum və dincəldim və yeni şeyləri düşünüm. Biraz dincəlməliyəm. Yəni həqiqətən bəzən heç dincəlmə haqqı vermirəm özümə, amma biraz dincələcəm. Tabletdə bir şeylərə baxmalıyam, ona baxacağım. Çoxlu mesajlar gəldi. Onları cavablandıracağım. Belə, biraz ortalığı yığım. Materiallarım falan ortalıqdadır. Növbəti gündən salam. Gördüyünüz kimi yenə çox dağınıq rəngir. Bir sifarişim vardı əlimdə hazır olan oyuncaqlardan. Onu tez paketlədim. İndi isə nəhayət bu sifariş getməlidir. Və mənim hardasa yarım saat 40 dəqiqəm var bunu tamamlayıb göndərmək üçün. Oyuncaqlara sadəcə ad yazmalıyam və əncək zincirlərini tez örüm. Çünki bəzilərində örmə detayları var. Onu örüm. Ən sonunda bunların etiket hissəsi asandır. Bunu əlimlə dikəcəm. Bunları isə silikonla yapışdıracağım. Tez, sürətli olmalıyam. Deməli, yəni 1 milyon ev işi görəndən sonra gəldim. Saçım da biraz saxta. Evdən çıxmağıma təxmini 1 saat, yarım, belə bir şey, 1 saat deyək, 1 saatim var. Və 1 saat içində bütün hər şeyi dikib bitirməliyəm. Bütün muncuqları ördüm. Göstərim. Bunlar əmcək zinciri üçün olan oyuncaqlardır. Hamısını ördüm. İndi isə onları dikməliyəm, oyuncaqların qulağının adını, son detaylar, yəni hamısını eləyib qəşəng bir şəklin videosunda çəkməliyəm ki, yəni bu boyda əmək var. Hamısının şəklini çəkmədən göndərməyim. Hal-hazırda çöldə bir neçə işlərimi həll etdim. İndi isə qəşəng çox acam. Evdə də, yəni gedənə qədər həqiqə çox vaxt gedəcək, probka da var. İndi pizza sifariş elədim, onu gözləyirəm, hazır olsun, götürəcəm evə. Öyle oturmuşam. Bura Romis pizzadır. Orta boyda pizza sipariş elədim, görəm. Onu gözləyirəm indi. Sonra evə gedəcəm. Hələ qaça-qaç davam edir, yəni evdəki qaça-qaça davam edir. O qədər üşüyürəm ki, artıq havalar soğuyandan sonra belə isti geyindim. İndi gözləyirəm. Deməli, sifarişlərin ikisini də göndərdim.
Çok yoruldum. İndi sadece biraz dincələcəm. Çay içeceğim. Çok halsız ve yorgunum. Biraz sanki başım ağrıma başlayıb. Tam ağrımamış. Çay içip biraz dincəlmək istəyirəm. Bu videoyu da burada bitirirəm. Kanalıma abone olsanız həqiqətən çox sevinərəm. Videomu bəyənirsinizsə, bəyənə də basıb mənə dəstək olsanız daha çox sevinərəm. Çünki həqiqətən mənə motivasiya verir. Abunə sayılarının artdığını gördükcə videomu sona qədər izlədiyiniz üçün çox sağ olun. Bir sonraki videoda görüşərik.